İqtisadi zonada hörmətli tamaşaçılar, bugün paytaxt və ətraf ərazilərdə əmlak bazarında qiymətlər bir çox insanın nağd ödənişlə ev almasını qeyri-mümkün edir. Buna görə də onlar ipoteka və kirayə mənzil mexanizmlərinə üst tuturlar. Xüsusilə kirayə mənzil mexanizminə son illər müraciətlər daha da artdı. Bu mexanizma dair vətəndaşları maraqlandıran suallarımızı studiyamızın qonağına ünvanlayacaq. Qonağımız isə İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalovdur. Aslan müəllim, axşamınız xeyirli olsun. Xoş gəlmisiniz. İstəyərək ki, əvvəlcə 2025-ci ilin yekunları barədə bizə məlumat verəsiniz. Son bir ildə nə qədər insan məhz kirayə mexanizmi ilə ev sahibi ola bildi? Çox sağ olun suala görə. İlk öncə onu qeyd etmək lazımdır ki, bildiyiniz kimi yaşayış sahəsi satma öhdəliklə kirayə verilməsi mexanizmi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli fərmanla yaradılıbdır, təsdiq olunubdur və mexanizmin fəaliyyətinə, yəni kirayə mənzillərinin verilməsinə artıq 2020-ci ilin mart ayından etibarən başlanmışdı. Bu mexanizmin yaradılmasının əsas məqsədlərindən biri şəxsi yığımları yetərli olmayan vətəndaşların öz mənzil vəziyyətinin yaxşılaşdırmasından ibarətdir və bu günlərin vətəndaşların kirayə mənzil mexanizminə marağı çox böyüdür. Biz həm bunu vətəndaşların müraciətlərinin sayında, eyni zamanda rəsmiləşmələrin sayında da görə bilərik və artıq bugünkü tarixə 9298 kirayə müqaviləsi rəsmiləşdirilərək vətəndaşların mənzilləri təhvil verilmişdir. Və ötən il hətta kirayə müqaviləsinin sayı 2813 olmuşdur. Yəni bu da əvvəlki illərə nisbətən bir neçə dəfə çoxdur. Yəni bu da ona deməyə əsas verir ki, mexanizma maraq ildən ilə artır və bu ilin yanvar ayında, təkcə bu ilin yanvar ayında artıq 228 sayda müqavilə rəsmiləşdirərək vətəndaşların mənzilləri təhvil verilmişdir və bu rəqəmlərin də bu ildə daha da artıq olacağı gözlənilir. Dediniz ki, müraciət edənlərin sayı ildən ilə çoxalır. Nədir bu kirayə mexanizminin vətəndaş üçün üstünlüyü? Hansı şərtlər var, bundan kimlər faydalana bilər və məhdudiyyətlər nədədir? Əlbəttə ki, hər bir mexanizmdə olduğu kimi kirayə mənzillərinin də özünün tələbləri, müraciət tələbləri və şərtləri var. Bu günlərim kirayə mənzil üçün yaşı 60-dan yuxarı olmayan, vaxtı keçmiş kredit öhdəliyi olmayan, bu təbii ki, müraciət anına və rəsmi gəlirlərə malik olan Azərbaycan Respublikasının vətəndaşları faydalana bilirlər. Yəni bu tələblərə cavab verən vətəndaşlarımız öz müraciətlərini elektron formada göndərə bilirlər və ilkin qiymətləndirmədən keçirlər və onlara sistem tərəfindən avtomatik şəkildə görüş günü təyin olunur. Bəli. Və təbii ki, burada bir sıra üstünlüklərini də demək olar mexanizmlə bağlı. Ən başlı üstünlüklərindən biri, çıxışın əvvəlində də qeyd etdiyim kimi, şəxsi yığımları yetərli olmayan vətəndaşlar üçün bir imkandır. Yəni burada daha sadə dildə desə, ilkin ödəniş tələbi yoxdur bu mexanizmdə. Yəni vətəndaşlar sadəcə 12 aylıq tələb var. Qabaqcadan yalnız müqavilə üzrə aylıq ödənişdən 12 ayını ödəməklə kirayə müqaviləsi rəsmiləşdirə bilirik. Digər bir üstünlük isə bu mexanizmlə fondun gəlirliyi nəzərdə tutulmayıbdır. Yəni burada faiz yoxdur. Mənzillərin aylıq ödənişləri hesablanan zaman mənzillərin dəyərinin üzərinə qaydalarda nəzərdə tutulmuş xərclər əlavə olunmaqla aylıq ödənişlər hesablanır. Bu da təbii ki, vətəndaşlar üçün əlavə bir üstünlükdür. Eyni zamanda bu mexanizmlə vətəndaşların qiymətləndirmə tələbi də çox yumşaqdır. Yəni vətəndaşlar üçün ödəmə qabiliyyəti müəyyən olunan zaman onların gəlirlərinə və kredit tarixçəsinə uyğun olaraq daha yumşaq qiymətləndirmə tətbiq olunur və bu da təbii ki, daha çox vətəndaşın bu mexanizmdən faydalanmasına şərait yaradılır. Hətta bu mexanizmdə rəsmi gəlirlər olaraq da tək dövlət, özəl sektorda fəaliyyət göstərən vətəndaşlar iştirak eləmir. Eyni zamanda sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən məşğul olanlar, cari transfertlər əldə edənlər, bunlara pensiyaçıları, təqaüd əldə edənləri, müavinə, sosial müavinət əldə edənləri aid eləmək olar. Yəni bu da daha geniş əhali kütləsinin mexanizmdən faydalanmasına imkan yaratmışdır. Və hətta bilirsiniz ki, bugünlərin sabit vergi ödəyiciləri də mexanizmdən faydalana bilirlər. Yəni onların gəlirlərini belə fond özü hesablayır. Təbii ki, ölkə üzrə yaşayış mühitine əsasən onların fəaliyyət müddətinə uyğun olaraq gəlirlər hesablanır və belə olan halda da mexanizmdən istifadə imkanı yaranmış olur. Əlavə üstünlüyü olaraq proseslərin sürətli həyata keçirilməsini qeyd etmək olar. Bildiyiniz kimi, mexanizmdə bütün proseslər tam avtomatlaşdırılıbdır. Hətta bu yaxınlarda bu barədə də fond rəsmi məlumat yaymışdı ki, artıq müraciətlər sima imza ilə də qəbul olunur. Yəni vətəndaşlar bugünə kimi tək asan imza və yaxud da ki, sima token vasitəsilə müraciət edə bilirlərsə, əlavə olaraq artıq sima imza ilə də müraciət etmə imkanı yaradılmışdı. Bu da təbii ki, onların həm vaxta qənaət etməsinə, eyni zamanda maliyyə qənaətinə gətirib çıxarır və vətəndaşlar üçün əlavə imkan yaradır. Əlavə olaraq da digər bir üstünlüklər olaraq artıq kirayəçi statusu əldə etmiş vətəndaşlarımız
həm qeydiyyata düşmə imkanlarından faydalana bilirlər, eyni zamanda mənzillərində təmir etmə imkanlarından faydalana bilirlər. Təbii ki, bunlar da fonda müraciət etməklə fondun razılığına həyata keçirilə bilir. Aydındır. Aslan müəllim, bəs kirayə mexanizmi ilə ev sahibi olan bir vətəndaş sonradan hər hansı bir ödəniş zamanı çətinliklə üzləşərsə, bu zaman bu vətəndaşa hər hansı bir möhlət hüququ verilmir. Yəni ona tövsiyəniz nədir bu hal baş verərsə? Bu hallar üçün də fond tərəfindən prosedurlar müəyyən olunubdur, yəni qaydalar mövcuddur. Bunun adı olaraq maliyyə öhdəliyinin resursiyası imkanları mövcuddur. Yəni bu günlərim vətəndaş kirayəçilərimizin hər hansı birində aylıq ödənişlərdə gecikmələr olarsa, bunun da səbəbləri təbii ki, gəlirlərin azalması və qismən və ya tam itirilməsi halı ola bilər və yaxud da xərclərin artımı ola bilər, dövlət əhəmiyyətli xərclər yarana bilər və belə olan halda da təbii ki, onların müraciətləri əsasında bu hallar rəsmi sənədlə təsdiq olunarsa, təbii ki, bunlar təhlil olunur. Onun əsasında fondun razılığı ilə həmin aylıq ödənişlərə müəyyən bir müddətlik güzəşt verilə bilər. Təbii ki, bu da daimi xarakter daşımırsa və belə olan halda da vətəndaşa şərait yaradılır ki, aylıq ödənişlərə müəyyən güzəştlər tətbiq olunur və ödəmə qabiliyyətinin düzəltməsinə imkan yaratmış olur. Aydındır. Aslan müəllim, bəs vətəndaş kirayə mexanizmi ilə əldə etdiyi mənzili bağışlaya və ya sata bilərmi? Ümumiyyətlə, kirayə mənzil mexanizmində hüquq və vəzifələrin öhdəlilməsi halı da nəzərdə tutulubdur. Yəni bu hal bir ildən tez olmayaraq kirayəçilər müqavilə müddətindən bir ildən sonra öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilərlər. Bunun da təbii ki, yaradılmasının əsas məqsədlərindən biri vətəndaşın maliyyə itkisinə məruz qalması ilə əlaqədardır. Biraz öncə qeyd etdiyim kimi, bəzi hallarda maliyyə öhdəliyinin resursiyasiyası halları kömək məqsədi ilə həyata keçirilir. Bəzi hallarda isə vətəndaş tam ödəmə iqtidarında deyilsə və ödəmə imkanlarından yararlana bilmirsə, bu halda hüquq və vəzifələrini başqa şəxsə ötürə bilər. Ödənişini vaxtından əvvəl başa vuran vətəndaşa qarşı hər hansı bir güzəşt tətbiq olunurmu? Əlbəttə ki, kirayə mənzil mexanizmində vətəndaşlar həm tam ödəniş imkanlarından faydalana bilirlər və qismən əlavə ödəniş imkanlarından faydalana bilirlər və belə olan halda da həmin vətəndaşlara güzəştlər tətbiq olunur. Bu güzəştlər artıq hətta deyə bilərəm ki, tam ödəniş etmiş vətəndaşlarımız var ki, bir neçə sayda kirayəçilər var ki, hətta onlar artıq mənzilin mülkiyyətçisidirlər. Yəni qaydalara əsasən vətəndaş tərəf, kirayəçi tərəfindən aylıq ödənişlər tam icra edildikdən sonra artıq mənzilin mülkiyyətçisinə çevrilmiş olurlar və güzəştlərlə də bağlı hər bir kirayəçinin elektron kabinetində güzəştin hesablanması kalkulatoru var. Yəni kirayəçilərimiz öz elektron kabinetlərinə daxil olaraq həmin ödəniş üsullarından hansı biri üzrə ödəniş etmək istəyirlərsə və tətbiq olunacaq güzəşt barəsində həmin kalkulatordan məlumatlar tanış ola bilərlər. Özləri bunu aydınlaşdıra bilirlər. Hesablaya bilərlər. Və çox vətəndaşımızın gözlədiyi bir sualımız da olacaq. Bu il ərzində hansı ərazilərdə mənzillərin təqdim olunması gözlənilir? Nəzərdə tutursunuz bunu? Məlum olduğu üzrə artıq 2020-ci ildən bu günə kimi Bakı, Sumqayıt şəhərləri, eyni zamanda Abşeron rayonunda 17 fərqli ünvanda vətəndaşlara mənzillər təklif olunubdur. Bugün bilirsiniz ki, fondun təklif etdiyi mənzillərə dair də müəyyən tələblər mövcuddur. Yəni fond tərəfindən təklif olunan mənzillər inşası 2013-cü ildən sonra tam başa çatdırılmış təmirli mənzillərdir. Yəni bu da yaşayış komplekslərində yerləşən mənzillərdir. Eyni zamanda mənzillərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınıbdır. Tam təmir olunmaqla əlavə sanitar avadanlıqlarla sayğaclar quraşdırılıbdır və həmçinin kombi avadanlıqları quraşdırılıbdır və infrastruktur cəhətdən də çox əlverişli şəraitə malikdir. Sizin sualınıza gəldikdə isə bu günlərin təbii ki, mənzil fondunu formalaşdıran zaman mütəmadi olaraq vətəndaşların istək və tələblərini nəzərə alır. Yəni onlarla həm ictimai sorğular keçirilir, olan tələbləri öyrənilir və bunun əsasında da mənzil fondu formalaşdırılır və 2026-cı ildə də qeyd etdiyimiz ünvanlarda Bakı, Sumqayıt və Abşeron rayonlarında yeni mənzillərin təqdim olması, təklif olması nəzərdə tutulubdur. Nə qədər mənzildən söhbət gedir, bunun təqribi də olsa deyə bilirikmi? Təbii ki, bu barədə fond tərəfindən mütəmadi olaraq məlumat verilir, yəni qabaqcadan ictimaiyyətə məlumat verilir və bu səbəbdən də xahiş olunur ki, vətəndaşlarımızdan da fondun həm rəsmi səhifəsini izləmələri, eyni zamanda bizim bilirsiniz ki, çağrı mərkəzinə əməkdaşlığımız var, 1549 çağrı mərkəzinə müraciət edə bilərlər. Eyni zamanda bizim Asan Xidmət Mərkəzlərində əməkdaşlarımız bu 2 saylı kommunal xidmət mərkəzidir. Sumqayıt Asan Xidmət Mərkəzində məlumatlandırma proseslərini həyata keçirirlər və həmin bölmələrdən yaxınlaşaraq məlumat əldə edə bilərlər. Aydındır, çox minnətdarıq. Təşəkkür edirik studiyamıza gəldiyiniz üçün Aslan müəllim. Çox sağ olun. Və sizinlə sağollaşırıq. Təşəkkür ederim.